Fırladıram sana harda toxunma gözüme. Bir video var yalandan orada aktrisanın roluna girmişsən. O kardeşe deyirsən ki ben seni kadar hiç kimden burada samimi olmamışam. Sen benimle samimi olmamışsan. Gedirəm mən, çıxıram mən. Yok bir dakika saklayın. Sana gire saat diye git yani. Bir saat 9'da sen eve şeker burası. Düşbərə saat mən göndərəndə mənə sən mi deyirdin? Deməli, mənim istərim nə oldu? Sən eşitsən, mənim dostumsan. Köhnə dostumdur. Allah'ım koymayalım. Çörəyin adına. Deməli, mən bildim. Yamoş eşsiz olmasın hele. Hadi. Üzərindən söz soxurlar. Nə istəyir məndən? Düz deyirəm də. Onun xətrini çox istədiyim qədər heç kəsin xətrini çox istəməmişəm də oynadıqlarımdan. Onu sevirsən də. Mən oynadığım olmamsa sən mənim dostum olmuşsan. Hə də düz deyirsən. Mən sənin oynadığın olmamışam. Düz deyirsən. O sənin oyuncağındır. Düz deyirsən. Oyuncağın deyil. Oyuncağın məqsədi nədir? Dəhşət. Tolik bir şey nədir? Mən söz deyə biləm. Mənim nənəmin bir dənə sözü var idi. Mənim nənəmin bir dənə tərbiyəli uşaqdır ya. Mən o Soliyə görə tanımışam. Niyalikdə bir yerde oturmuşum. O çok terbiyeli uşaqdır ya sana diyeyim. Düz deyindi biraz koltuğun altı biraz boranı satmıyor. Bir dənə söz deyim nə olar. Tolik Çok terbiyeli uşaqdır. Tolik abi de bir sən nə var? Mənim nənəmin bir dənə sözü var. Sözü dinlediğin sözü tərbiyəli. Arı yuvasına çöp salan sana. Yo, mən onları, mən uşaqlar, mən yalan danışmağı xoşlamıram. Mən Nəsrovu bu Soli ilə Niyalikdə görmüşəm. Hətta o bir dəfə bizi ilə bir Soli ilə oyun oynadı. Onun saqqalını qırxmışdı. Orada mən, yəni o uşaq çox tərbiyəli uşaqdır ya. Yəni mən onu söyən saat görməmişəm. Yerlimizdir də, Tolik abi. Adı bilirəm də. Prosta o uşaq birdən-birə düşdü bu kütləyə. Bu kütlənin o elə bilsən necə? Biz mənə deyirlər, efirdə deyirlər misal üçün ayda bunlara. Mən misal üçün efirə gedəndən qabaq, prodüser olanda mənə bir kimsə bu qədər tənqid eləsəydi sorurdum da. İndi bizim üzüm yolu olub. Yəni o şeydə üzümüz asfaltı. Burada böyük kütləsi olan adamlar çox problem görüblər də, öyləşiblər. Onun bir dənə videosu çıxdı qabağıma. Deyir ki, əvvəl mənim səhifəmdə 150 nəfər adam var idi. Mənim düşmanım yox idi. İndi mənim səhifəmdə 1000, 2000, 3000 Allah Ləmandan razı olsun. Ləmana görə 3-4 min adam girir səhifəmə. Səhifəmi vurursunuz canlı yayımlarımı. Yəni o buna öyləşmir. O kütləni, o çox kütlə görməyib deyə. Başa düşdü. İndi o təzyiq görür. O bilmir ki, bu nədir? Onun altında bilmir. Düz deyir də. Burada çox sıkıntı görür, bizim səhifəmizi vurur. Düz deyir də. Bəs mən deyirəm də, bəs bu adam Ləman görür bu şey burada. Ləman bu etapı keçib. Arif Bakinski keçib. Misal üçün də bu çox yayımcı görüb. Bu adam bunu görməyib deyə buna bu qəribə gəlir ki, niyə indi mənə belə eləyirsin? Öyrəşəcək də yavaş-yavaş. Yox. O da qorxur. Misal üçün o Ləmandan bu yaxınlarda gördüm ki, inciyib. O təzyiqlərdən qorxur. Cəmaat onu təzyiq edir, o da dala çəkilir. Görməyib də bunu. Eşitirəm. Mən